Hörmətli izləyicilər, bugün sizə yeni bir təqdimat təqdim edəcəm. 3 otaq, 130 kvadrat, bahalı bir kompleksdə, bahalı bir mənzil. 650 min manat bu mənzilin qiymətidir. Nərimanov heykəlinin yanında Belvedere Residence, yeni bir rezidensidir. Elmlər ərazisində. Hal-hazırda mən mətbəx zonasındayam. Sizə gözəl, füsunkar, zövqlü və keyfiyyətli mətbəxi təqdim etməkdən qürur duyuram. Mətbəxdə gördüyünüz kimi ada. Burada elektronikalar, yer üstü döşəmə, bütün elektronikalarla təchiz olunub. Burada da gözəl bir havalandırması, kondisioneri, isti döşəməsi, qapılar qeyri-standartdır, hündürlüyü, renk tonları da çox maraqlıdır. Mən sizi zal otağına dəvət edim və burada olan füsunkarlığı, renk tonlarının bir-birinə uyum sağlamasını siz bir nəzər yetirin, çayları qarışdırın. Çünki çaysız mən videolarım getmir. Bunu hamı mənə şəhərdə görəndə deyir ki, çaysız baxamıram sənə Tural. Bəli, çay için Feyziyab olun, Şomine TV, Zebra paraket və boy-boyuna vitraj pəncərə, həyətə də qəşəng baxışı var. İstəyirsiniz həyətdə sizə göstərdim. Göstərim operator. Sonra deməyəsən ki, gəlib özləri çıxırlar. Tamam, həyəti göstərirəm, komanda okey verir. Mən dəyərli izləyicilər, sizə koridor hissəsini təqdim edim. Geniş bir 240 enində koridor və burada ümumi zərif sanitar qovşağı, hamamla bir yerdə. Burada gördüyünüz bütün santexnik və moydada qroq, turetski, yəni keyfiyyətli tikintilər istifadə edə bilən materiallardan burada bir gecə vannası var. Burada o daş dövrü zahiri bir vid verir də. Bilmirəm, su gəlir buradan, gəlmir, amma adama təsir bağışlayır ki, yəni vannada oturursan, şirə içirsən, meyvə şirəsi. Bəli. Dəyərli izləyicilər, burada 2 dənə paltar makinası da var. Keçək növbəti otağa, gəldik, çatdıq biz yataq otağına. Buyurun, burada da gördüyünüz kimi kadrdan yığılıb mebeli, optopik turetski matrası, keyfiyyətli membran, güzgü işləmələr. Bu hissədə növbəti bir yataqdır. Eyni zəriflikdə buna da nəzər yetirin. Və bura mənim çox xoşum gəldi. Kıstati, bu blok cəmi 3 mənzildən ibarətdir, dəyərli izləyicilər. Premium olduğuna görə həyəti, blok səviyyəsi, yeraltı qarajı, bunlar lüks segmentdir. Onun gün qiymətdə bahadır. 3 otaq 650 min manata. Dəyərli izləyicilərim, burada girişi belə bir egzotik süs veriblər, maraqlı. Paltar dolabı, işıq led pultla yanıb sönən belə bir mənzil. Məncə xoşunuza gəldi, Allah pulu yetirsin. Pulu olanlar fikirləşməsin, nömrəyə dərhal zəng eləsin. Çünki gözəl mənzil təqdim etdim sizə. Bu qədər. Görüşərik. Sağ olun, var olun. Az qala yadımdan çıxmışdı. Dedim, axı həyəti göstərirəcəm. Dəyərli izləyicilər, bu həyətidir. Bu da mənim bəxtimdəndir. Deyirlər ki, ayrı vaxt bu çox belə yuxarı qalxır. Dedim, mən gəlmişəm, çox da qalxmır da yəni. Amma belə yuxarı hündürə qalxır bu fontan. Geniş plaşatkadır uşaqların oynaması üçün. Burada oturmaq üçün, sakinlərin dincəlmək üçün. Bura otel tipində security'dir. Keçircən filan belə. Əla, solidli kompleksdir.